Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyəkel fərəc. Məkasib kitabından 379-cu dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehirdən gedir. Və keçən dərsimizdə oxuduq, mərhum Muhaddis Məclisi və Fazilül Miqdad buyurdu ki, Əllamə-i Hillinin 8 qism söylədiyi sehr, yəni o əməllər hamısı sehridəndir və 2 dənə elm qeyd elədi. Buyurdu, onlar da sehirdəndirlər. Amma Şəhid-i Sani və Əllamə və Fəxruddin bu 3 dənə alim buyurdular ki, xeyr, bunlar sehirdən hesablanmır. Və burada bu 2 alim müsbit oldu, digər 3 alim nafi oldu. Və oxuduq ki, dünənki dərsimizdə təqdim-u şəhadətul isbat la yəcri fi hazəl mövzu, müsbitlərin şəhadətini nafilərə qabağa salmaq bu mövzuda icra olunmaz. Nəyə görə? Çünki bu qayda o yerdə sabitdir ki, əgər müsbitlər iddiayı elm eləsinlər və nafilər ədəmul elm iddiasını eləsələr, onda müsbitlərin şəhadəti nafilərin şəhadətindən qabağadır. Və lakin bizim manəhnu fihimizdə belə deyil. Müsbitlər burada iddiayı elm eləsələr də, nafilər də ədəmul elm iddiasını eləmirlər. Bəlkə onlar da iddiayı elm eləyirlər. Müsbitlər deyirlər ki, bunlar sehridəndir. Nafilər də deyirlər ki, bunlar sehirdə işlənirlər. Bu ləfzlər işlənir və lakin məcazi işlənir. Bəs vaxtı ki, 2 dəstə hər ikisi iddiayı elm elədilər, burada o qayda cari olmaz, o qayda icra olunmaz. Elə buna görə də mərhum şeyx buyurdu, Ləənnəz-zahir istinadul musbitin iləl-istimal. Zahir budur ki, müsbitlərin burada istinadı istimaladır. Yəni onlar deyirlər ki, bu 2 dənə elm də daxildir sehrə. Əllamə ki, sehrə 8 növ saydı, onlar hamısı daxildir sehrə və sehirdirlər və hökmləri də haramdır. Və nafiin iləl-ittila və nafinlər də istinadını ittilaya verirlər. Onlar da deyirlər, bizim elmimiz var. Əla kovnul istimal məcazən. Onlar da demirlər ki, biz bilmirik. Bəlkə deyirlər ki, sehr sözü bunlarda istimal olunur, işlənir və lakin məcazən işlənir. Niyə? Lil-münasibə. Çünki bir söz ki, məcazən işlənir, o gərək həqiqi mənası ilə münasibəti ola. Əgər münasibəti olsa, orada o söz məcazi mənada işlənər. Bəs nafinlər də
ədəmul ilm iddiasını eləmirlər. Bir dəfə budur desinlər biz bilmirik. Və lakin bilmirik demirlər. Deyirlər bilirik. Bu sözlər, bu elmlər, bunlar sehirdə işlənir. Və lakin məcazən işlənir. Bunlar həqiqətdə sehir deyirlər. Bu, müsbitlərin və nafeinlərin sözləri idi ki, mərhum şeyx buyurdu. Kimsə desə ki, burada müsbitlərin sözü qabağadır, bunu deyə bilməz. Vəl əhvət, mərhum şeyx buyurur, ehtiyat budur ki, əl-istinabu ən cəmi'i ma təqəddəmə minəl əqsam fil bahar. Buyurur, Əllamə-i Məclisi Bihar kitabında belə fikir söyləyib ki, 8 dənə qism ki, nəql olundu ki, bəzilər dedilər bu sehirdəndir, bəzilər dedilər sehirdən deyil. Bunlar yaxşı olar ki, ehtiyat budur ki, bunların hamısından insan ictinab eləsin. Bəllə Allahu la yaxlu ən quvvətin. Bəlkə bu söz qüvvədən xali deyil, bəlkə daha qüvvətli söz deyil. Niyə? Lə quvvətə zəm min xəbəril ehticac və qeyruhu. Çünki mərhum Təbərisinin ehticac kitabında o rivayət ki, nəql eləyib bu barədə, ona zənnimiz qəvidir və başqa rivayət də var bu yönümdə. Ona görə də insan zənni qəvisi var ki, bunlardan çəkinsin və bu xəbərə də bizim zənni qəvimiz var ki, yəni güclü zənnimiz var ki, buna əməl eləyək. Bura qədər bu məsələnin hökmü. Mərhum şeyx buyurur, bəqiyyəl kəlam fi cəvazi dəf'uz zərərus sehr bis sehr. Buyurur, bizim indi söhbətimiz, bəhsimiz o yerdə qaldı ki, sehrin zərərini sehrlə dəfn eləmək icazəlidir, ya yox. Məsələn, bir nəfər sehr eləyib, zərər gətirib bir nəfərə. İndi yenidən sehr eləyib, o zərəri o insandan uzaqlaşdırmaq olar ya olmaz. Bəhsimiz burada qaldı. Mərhum şeyx buyurur, və yumkin ən yüstədəllə ləhu muzafən iləl əsl. Buyurdu, mümkündür biz buna istidlal eləyək. Nə ilə istidlal eləyək? Əsllə. Məsələn, buyururlar, əl-əslu dəlilun heysu la dəlilə. O yerdəki dəlil yoxdur, orada əsl dəlildir. İndi burada da biz belə bir sehrin haram olmağına dəlilimiz yoxdur. İndi şək eləyirik, bu bizə haramdır, ya haram deyil. Əsl budur, haram deyil. Və yumkin ən yüstədəllə ləhu muzafən iləl əsl bədə da'va insiraful ədillə ilə qeyri ma qusidə bihi qarazun racihun şərən bil əxbar. Buyurur, lap o ədil iddia elədik ki, o ədillə ki var, o ədillə münsərəf oldu. O ədillə münsərəf olandan sonra burada əsl var ki, əsl özü bir dəlildir. Yəni, belə bir sehrin icazəli olmağına. Hələ bundan əlavə də mümkündür bir para əxbarla, rivayətlərlə biz istidlal eləyək. O rivayətləri mərhum şeyx nəql eləyir. O rivayətlərdən anlayırıq ki, belə bir sehri eləmək icazəlidir. Yəni, o zərər ki, sehrinlə bir nəfərə varid olubdur, o zərər ki, bir nəfərə gəlibdir, sehr eləyəsən, o zərəri ondan uzaqlaşdırasan. O rivayətlərdən minha ma təqəddəmə fi xəbəril ehticac.
O rivayətlərdən biri budur ki, qabaqda oxumuşuq, xəbəri ehticazda. Və minha rivayətlərdən biri budur. Ma fil kafi. Rivayət kafidədir. Ənil qummi, ən əbihi, ən şeyx min əshabinəl kufiyyin qalə. Bunlar ravilərdir. Deyir ki, dəxələ İsə ibn Səqəfi əla Əbi Əbdillah əleyhissalam. Buyurur, İsa ibn Səqəfi daxil oldu İmam Sadiq əleyhissalamın evinə. Qalə, belə dedi, Cuiltu fidak, fəda olum sənə. Ey imam, ənə rəculun, dedim, mən bir kişiyəm. Kanət sənaəti əs-sihr. Mənim işim, sənətim sehridir. Yəni, mənim işim sehr eləməkdir. Və kuntu axizu aleyhil əcr. Və bu sehri mən eləyirdim və bunun müqabilində də pul alırdım, ücrət alırdım. Və kana maaşi, və onu özümə maaş eləyirdim. Özümü, ailəmi dolandırırdım. Və qəd həcəstu, artıq o pulla həccə getdim. Və qəd mənnəllahu əleyyə bələqaik, və Allah bir minnət qoydu boynuma, mən sizinlə görüşdüm. Bunları imama deyir. Və qəd tubtu iləllah min zalik, və mən o sehr eləməkdən, o sənətim ki, sehr eləmək idi, ondan tövbə elədim. Fəhəlli fi şeyin min zalikə məxrəc. İmama dedi ki, bəs mən tövbə eləyəndən sonra mənim üçün bir dənə yol var, bir çıxış yolu varımdır. Yəni, mən nə qədər sehr eləmişəm, onunla dolanmışam. Fəqalə ləhu Əbu Əbdillah. İmam Sadiq əleyhissalam o kişiyə buyurdu. Həlli və la təqud. Sən o sehri aç və düyünləmə. İndi Həzrətin bu cavabından görək, çıxırmı sehr elədiyin o zərər ki varıdır, onu sehrindən dəf eləyəsən ya yox. Görək bu kəlmədən çıxır ya yox. İnşallah gələn dərsimizdə bu barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.